Belə rollardır. Krevetkalı rol. Çox ləzzətlidir bu. Gəlmişik Hong Kong'un ən ucuz Michelin restoranı. Haldakı dimsam verirlər. Dimsam Cənubun milli mətbəxidir. Ən sevilən bir şeydir. Bizim doğma kimi. Balacadır və çox dadlıdır. Bu restoranın adı Tim Ho Wan'dır. Beef noodle rolls. Krevetkalı klassik dimsam. Dimsam üçün xəmir əsasən düyü unundan hazırlanır. Çinin cənub mətbəxində düyü unu çox işlənir. Bu da belə bir istiotlu dimsamdır. Görürsüz. Dəniz məhsullarının hamısı. Bu da başqa növ krevetkalı dimsamdır. Belə bir tofulu, yumurtalı, qızardılmış rol. İçində də krevetka. Və desert olaraq belə imisti yumurta keksi. Hong Kong ümumiyyətlə ucuz deyil. Bu qədər yeməyə 418 Hong Kong dolları ödədik. Təxmini 418 yuan kimi hesablaya bilərik. O da eləyir 55 dollar kimi. Yəni bahadır, özünüz qərar verin. Məncə bir damcı bahadır. Kimə adreslər lazım olsa müraciət edin. Maraqlı yerlərin adresləri var verərəm.